أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه وسلم تسliman kəsiran ilə yevmiddin əmmə ba'd. İlk öncə hər birinizi salamlayıram. Xoş gəlmisiniz bizim toy məclisinə. Allah hər birinizdən razı olsun. Elturan qardaşımıza təbrik eləyirəm. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yeni evlənənlər üçün dua etdiyi kimi mən də ona dua edirəm. Bərakallahu ləkə və bərəkə aleykə və cəmə beynəkumə. Allah bu evliliyi sizin üçün xeyirli etsin və sizə bərəkət versin. Həqiqətən evlilik Allah tərəfindən bizlərə bir neymətdir. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim evlənərsə dininin yarısını kamil etmişdir. Yarısı üçün də Allahdan qoşsun. Həqiqətən İslam dini izzət dinidir. İslam dini aləmlərin Rəbbi olan Allahın seçdiyi bir dindir. O Allah ki, göyləri və yerləri yaratmış, dənizlər yaratmış, çaylar yaratmış və bütün məxluqatı Allah yaratmışdır və bizim üçün bir nizam qoymuşdur. Bizə bir kitab göndərmişdir, Quran-ı Kərim və bizə ən şərəfli insan olan Muhammed sallallahu aleyhi və səlləmi göndərmişdir. Və onlar bizə dinimizdə qaydalar qoyurlar və onlar bizə necə yaşamaq lazımdır, onu öyrədirlər. Ona görə də bütün insanların yeşil fikri ilə ən izzətli insanlar peyğəmbərlərdir. Ən gözəl yol peyğəmbərlərin yoludur. Və biz də bacardığımız qədər çalışırıq ki, Allaha tabi olaq, onun peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə tabi olaq və onlar buyurduğu kimi dinimizi gözəl şəkildə yaşayaq. Və bunu hər bir müsəlman bacarmalıdır. Çünki biz müsəlmanıq. İstəyirik ki, hər bir işimizdə Allah bizdən razı olsun. Və istəyirik ki, məclisimiz halal məclis olsun. Yəni, haram məclis olmasın. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm təşviq eləyib müsəlmanları ki, halal məclislərdə iştirak etsinlər. Həmçinin Rəbbimiz olan Allah haram məclislərdən bizi uzaq tutmağı əmr eləyib. Məsələn, bugünkü gündə yəni toylarda hər biriniz bilirsiniz ki, yəni şərablar olur və digər bildiyiniz İslamın xoşlamadığı əməllər olur. Bugünkü gündə məsələn müsəlmanlar hansı ki istəyirlər ki Allah onlardan razı olsun, yalnız Allahın razılığını fikirləşirlər və bəzən cəmiyyət tərəfindən qınanır ki, yəni belə toy olar, yəni belə toy olmaz, toyda musiqi olmalıdır, toyda şərab olmalıdır. Amma Allaha and olsun ki, bizi yoxdan xəlq edən Allahımız qadağan etdiyi üçün biz bunları etmirik. Bizim də bəzən nəfsimiz bəzi şeyləri istəyə bilər. Çünki nəfs insanı pisliklərə əmr eləyir. Necə ki Allah Quran-ı Kərimdə buyurur ki, İnnən nəfsə ləəmməratun bissu. Həqiqətən nəfs insanı pisliklərə əmr edər. Nəfsimiz bizə pisliklərə əmr edir. Yəni harama meyllənməyi əmr edir. Amma bizlər müsəlman olduğumuz üçün, Rəbbimizin yalnız razılığı üçün, o işdən ki Allah razıdır, Allah xətrinə çalışırıq ki, yəni haram məclislərə yol verməyək. Yəni haram, belə deyək, qidaları süfrəmizə qoymayaq, haram içkiləri süfrəmizə qoymayaq. Və bilirsiniz ki, bunlar hamısı qarşımızda olan neymətlər Allahın neymətləridir. Allah Azza və Cəllə bu neymətləri bizə vermişdir. Necə ki Allah Quran-ı Kərimdə buyurur ki, Lə-in şəkərtum lə-əzidənləkum. Əgər şükr etsəniz, sizə olan neymətimi daha da çoxaldaram. Yəni Allah Azza və Cəllənin neymətləri qarşımızdadır, halal neymətlərdir. Və bu neymətlərin qarşılığında biz Allaha şükür etmək müqabilində biz Allaha nankörlük edəriksə,
həqiqətən də bədbaxt olarıq. Həqiqətən də həm dünyamızda, həm axirətimizdə yəni həlak olarıq. Ona görə əziz müsəlmanlar, yəni belə məclislərin təşkilində yalnız Allahın rızasını fikirləşirik. Onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin tövsiyələrinə qulaq asırıq. Çünki bizim üçün öndər, yeganə lider Allahın Resulü Muhammed sallallahu aleyhi və səlləmdir. Allah Quran-ı Kərimdə buyurmuşdur ki, əgər məni sevirsinizsə, Muhammedə tabi olun ki, Allah da sizi sevsin. Və başqa bir ayədə Allah buyurur ki, Muhammed sizə nə əmr edirsə onu yerinə yetirin, nədən çəkindirirsə ondan çəkinin. Və bu Allahın əmridir ki, bizlər Muhammed sallallahu aleyhi və səlləmə tabi olaq, hər işimizdə onun tövsiyələrinə qulaq asaq, yəni onun tövsiyələrini belə deyək, qulaq ardına vurmayaq. Və belə olduğu təqdirdə bizi yoxdan xəlq edən, aləmlərin Rəbb olan Allah Azza və Cəllə bizdən razı olacaqdır. Və mən elə ümid edirəm ki, burada hər kəs Allahın razılığını fikirləşir. Hər işində çalışır ki, Allah ondan razı olsun. Amma bəzən insan öz nəfsinə uyaraq və yaxud adət-ənələrə uyaraq Allah və Rasulunu bir kənara qoyur, yəni adəti önə keçirdir və yaxud ata-babaların belə deyək fikirlərin önə keçirdir və bu zaman görürsən ki, o məclisdə xeyir olmur, o ailədə xeyir olmur. Məsələn, bizim keçmişə baxdıqda, yəni bizlərdə görürük ki, ailələrdə möhkəmlik olurdu. Çünki o ailələrdə baxırdın ki, bacardıqları qədər Allahın razılığını fikirləşirdilər. Bacardıqları qədər Peyğəmbərin tövsiyələrinə fikir verirdilər. Bu ailə də möhkəm olurdu, uşaqlar da tərbiyəli olurdu və beləcə cəmiyyət düzəlirdi, cəmiyyət islah olurdu. Amma indiki vaxtlarda görürsən ki, yəni Allah və Rasulü arxadadır, ancaq öz fikirlərim, öz ideyalarım, öz düşüncələrim önə keçir və beləcə fəsad olur. Bugünkü gündə yəni görürsünüz ki, yəni həqiqətən ailə qurmaq məsələsi və yaxud ailəni möhkəm saxlamaq məsələsi çox asanlaşıb. Yəni ailə dəyərləri itib, ailə dəyərləri yoxa çıxıb. Artıq biz ailə dəyərlərini belə deyək, qərbdən götürürük, yəni Avropadan götürürük. Amma bizim müsəlman olaraq ailə dəyərlərimiz var. Bizim öz ailədə nizamımız var. Bizdə kişinin kişi yeri var, qadının qadın yeri var. Yəni kişilər söz sahibləridir. Qadınlar da bizim şərəfimizdir, namusumuzdur, qeyrətimizdir. Biz qadınlarımızı da göz bəbəyi kimi yəni qorumalıyıq. Bu İslamın əmridir. Və köhnədən, dədə-babadan o qeyrətdir, namusdur, şərəfdir. Bunlar hamısı bizə dədə-babadan keçmişdi. Onlara da bu İslamdan gəlib. Yəni İslamdadır qeyrət, şərəf, namus, hamısı İslamdadır. Yəni İslamda olmayan, qərbə fikir verin. Onlarda namus deyilən bir şey yoxdur, qeyrət deyilən bir şey yoxdur və s. və s. Baxın, onlarda belə deyək, o qanlarında o qeyrət yoxdur həqiqətən də. Bu bizdədir, müsəlmanlardadır və biz ailəmizə dəyər veririk, biz cəmiyyətimizə dəyər veririk, biz əlhəmdülillah Allah və Rasulunun əmrinə dəyər veririk və çalışırıq ki, yalnız bizdən Allah razı olsun. Allah bizdən razı olarsa, o bizə bəs edər. Çünki Allah Quran-ı Kərimdə buyurur ki, məgər Allah sizə bəs deyilmi? Yəni Allah bizə bəs edir, yəni biz Allahı razı salsaq, Allah bizi xoşbəxt edəcək, Allah bizim işlərimizi asanlaşdıracaq. Və bu qədər. Allah hər birinizdən razı olsun. Çox sağ olun, məclisə gəlmişsiniz. Hər birinizə təşəkkür edirəm, minnətdaram.